Hansı əmlakdakı nöqsan var, mən onu sata bilmirəm. Ürəklə təqdim edə bilmirəm müştərilərim üçün. Ancaq bu əmlakı sizlərə ürəklə təqdim edirəm, əziz dostlar. Qoşa bünövrə ilə bir qardaş beton zavodda işləyib. Monolit beton evin hər bir hissəsi, üstünün dəmiri ən bahalı dəmirdən. Əziz dostlar, qapının ağzına qədər asfalt, asfaltdan dənizə qədər məsafə 1 kilometr. Yoldur, düz asfaltdır, bir daha qeyd edirəm. İşıq sayğacı qoyulub, su qapımızın ağzındadır, qaz qapımızın ağzındadır, yəni məhrədə su var. Türkiyənin ən gözəl yerlərindən biri. Daş hasarının içində gördüyünüz kimi ürəyin istəyən layihə, ev layihəsi. Keçək evin içinə baxaq. Dostlar, Qubçalıdır. Torpağımız 5.3 sotdadır. Daxillər evə. Bizim zal hissəmizdir. Yəni koridorda deyə bilərik. Ev müasir tələblərə uyğun pəncərə ölçüsü, tikinti, proyektdə söhbət yoxdur. Bura bizim mətbəximizdir. Mətbəx üçün kanalizasiya sistemi, kran hamısı çəkilib. Buradan da çölə çıxış qoyulub. O bir çöldən gördüyünüz letni yer. Əziz dostlar, 2 dənə otaq, yer beton, istifol çəkilib hazırdır. Kombi sistemi çəkilib, radiatorlar qoyulub. Pəncərələr, gördüyünüz kimi gözəl pəncərələr qoyulub. Qiymət də çox münasibdir. Axırda deyəcəm qiyməti. Bax, görəcəksiniz ki, bu qiymətə buranı tikmək, ustalarla dalaşmaq, evə layihə çəkdirmək, işıq çəkmək, heç onlara ehtiyac yoxdur. Otaqları çəkdik, keçək. Ayaq yolu hamam. Göstərəcəm qardaş. Ayaq yolu hamam. Burada da bütün atmalar, çıxışlar qoyulub. Çəkək buranı. Keçək mansar hissəsinə. Əziz dostlar, mansar hissəsi var, amma kim istəsə bölüb otaqlara da ayıra bilər. Gözəl bir proyekt. 5.3 mansar hissəsi də. Bu ev, bax göstər əziz qardaşım. Monolit beton, özdə ən keyfiyyətli. İsti üçün, soyuq üçün izolyasiya olunub. Burada da eyni qaydada bölüb otaqlara ayırmaq olar. Əziz dostlar, evimizin qiyməti 98.000 manat deyilir. Yol asfalt, suyu var, qaz xətti var, işıq sayğacı qoyulub, dənizdən 1 kilometr məsafədə və bu qiymət hər birinizin yolun gözləyirəm, təşəkkür edirəm, yaxşı ki varsınız.